elmimiz daxilində inşallah həmin sualları çalışarıq neyəyə cavablandıraq. Cavidan müəllim, bu çox doğrudan da maraqlı məsələlərdən biridir və çox insanlar var ki, məsələn, mən özüm aid olduğum, mənə tanış insanlar var ki, onlar günahın nə olduğunu bilmirlər. Bilmirlər ki, günah nə deməkdir. Amma insanlara gərək neyəyək? Bax, belə verilişlərdə biz təbliğatlar aparaq ki, insanlar gərək həqiqi mənada bunları aşlasınlar və günahın, yəni Allah qarşısında biz buna cavabdehik, məsulluq. Biz cavab verəcəyik Allah qarşısına. Ona görə gərək günahlardan nə etməliyik? Uzaq olmalıyıq. Cəmiyyətə çatdırmalıyıq bunları və cəmiyyəti əmr bimərufa, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirməyə nə etməliyik? Çağırmalıyıq. Günah, İslamda günah həm böyük günah var, həm kiçik günah var. Amma bir şey var ki, burada mən əvvəldən deyim sizə sözümü. Böyük günahları kiçik günahları gələn böyük saymayaq. Günah günahdır. Demək, günahın birinci, ən böyük günah, Cavidan müəllim, Allah şirk qərar vermək. Şirk qərar vermək. İndi mən sadalayacağım bunların hamısı. Ondan sonra bir maddə inşallah onları xırdalayarıq. İkinci, şərab içmək.